Əziz həmvətənlər, hörmətli Sabirabadlılar, hörmətli qonaqlar. İcazə verin, sizləri Sabirabad rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarovun adından, öz adımdan salamlayın. İş axtaran kimi, işə götürən kimi sizlərə gələcək işlərinizdə uğurlar arzu edirəm. Əziz həmvətənlər, əziz gənclər, əziz Sabirabadlılar. Bu vaxtıyla Sovet dövründə iş axtarmaq söhbəti demək olar ki, yox idi. İndi o dövrün özünün başqa tələbləri var idi, başqa kriteriyalar var idi. İndi bu günləri tamamilə sivil qaydadadır. 70-ci ilin qaydaları deyil, müasir dövrün dünya miqyasında, dünya çapında işə götürülmə qaydaları var, işçinin əmək hüquqları var. Vaxtıyla o dövr mənim yadıma gəlir ki, 24 saat günün 17-18 saatın, ən yaxşı halda 16 saatın işləyirdik. Mən baxıram, burada müəyyən adamlar var. O dövrdə kolxozda, idarə, müəssisə, tikintidə işləyən insanlar bu cür əməyi istismar olunur. Ancaq bu günləri o qaydalar deyil. Ona görə bu günləri sivil qaydalarda işə götürülmə qaydaları var. Vakansiyaların, boş yerlərin kütləyə, əhaliyə təqdimatı var. Digər rayonlarda əmək yarmarkası bir dəfə keçirilir, Sabirabadda il ərzində 2 dəfə keçirilir. Bu günləri 17 müxtəlif işə götürən şirkət, müəssisə, təşkilatdır, 110 vakansiyadır. Ona görə xahiş edirəm burada bir-birimizə hörmətlə, səliqəli, burada demək, bizim hüquq mühafizə orqanlarında əməkdaşları var. Səliqəli yaxınlaşırsınız, kimə uyğun gələcəksə içəridə qeydiyyatçılar var. Oturublar, tələsmədən heç bir günün lap sonuna qədər də olsa bu yoldaşlar buradadır. Ona görə də biz özümüz də buradayıq, içəridəyik, hər bir şəraiti var. Ona görə də mən sözü verirəm Ruslan müəllimə, nə çətinliyiniz olarsa biz də burada içəridəyik. Ruslan müəllim, buyurun. İlk öncə bütün Sabirabad əhalisini salamlayıram və bizim bugünkü əmək yarmarkası tədbirinin keçirilməsinə dəstək göstərən Sabirabad rayon İcra Hakimiyyətinin rəhbərliyinə təşəkkürümüzü bildiririk ki, bu şəraiti yaradıblar. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi Mil Muğan Regional Məşğulluq Filialı bu günün Sabirabad rayonunda əmək yarmarkası keçirir. Bu əmək yarmarkasını keçirməkdə məqsədimiz işsiz və iş axtaran şəxslərin işə götürənlərlə bilavasitə təmas yaratmaqla mövcud vakansiyalarla tanış olmaqdan ibarətdir. Burada işsiz və iş axtaran şəxslər öz müvafiq inzibati ərazi üzrə mövcud olacaq vakansiyalarla tanış olacaq, peşə hazırları haqqında məlumat əldə edəcək, həmçinin uyğun gələn digər aktiv məşğulluq tədbirlərinə cəlb olmağına dəstək göstərəcəklər. Həmçinin bu gün burada işə götürənlər də iştirak edir. Onların da məqsədi peşəyə, xüsusi bacarığa malik işçilərin seçilməsinə dəstək göstərilməsidir. Düşünürəm ki, bu gün burada həm işə götürənlər, həm işsiz və iş axtaranlar faydalana biləcəklər. Hər birinizə gələcək həyatınızda, karyeranızda uğurlar arzulayıram. Bu əmək yarmarkasında aktiv iştirak etmənizi sizdən xahiş edirəm. Növbəli gözləməyə, qeydiyyatdan keçəndən sonra bütün işə götürənlərin masasına yaxınlaşmağa dəvət edirəm. Təşəkkür edirəm, uğurlar arzulayıram.